Və başqa bir ayədə Allah Subhanahu buyurur ki: "Və ilahukum ilahun vahid, la ilahe illa huvar rahim." Sizin ilahınız tək olan ilahdır. Ondan başqa haqq məbud yoxdur, Rəhməndir və Rəhimdir. Və başqa bir ayədə mələklər Allah Subhanahu rəhmətini, dua edəndə rəhmətini vəsf edərək deyirlər ki: "Rabbana vəsi'te kulle şeyin rahmeten və ilmə." Rəbbimiz, sən hər bir şeyi rəhmətin və elminlə əhatə eləmisən. Və Allah Subhanahu taala Əraf surəsində buyurur ki: "Rəhməti vəsiət kulli şey." Mənim rəhmətim hər bir şeyi əhatə eləyir. Görürsən, demir ki, qəzəbim, yaxud da demir ki, zülmüm. Çünki Allah Subhanahu taala özünə zülmü haram edib. Allah Subhanahu nə deyir? Mən özümə zülmü haram etdim və sizə də öz aranızda zülm etməyi də haram etdim. Burada nə başa düşülür? Bəzi bidətçilər deyir ki, Allah Subhanahu taala zülm etməyə qadir deyil. Xeyr, Allah Subhanahu taala zülm etməyə qadirdir. Sadəcə ona qadir olduğu halda qullarına zülm etmir. Ona görə Allah Subhanahu taala hər şeyi rəhməti ilə, elmi ilə əhatə eləyir. Bu da Allahın rəhmətinin genişliyini göstərir.